Təbii ki, Azərbaycan Milli Mətbuatının 151 iliyinə həsr olunmuş təntənəli tədbirdə hər birinizi bir daha ürəkdən salamlayır və hər birinizə bir daha xoş gəlmisiniz deyirik. Bugün ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, cəmiyyətin operativ, obyektiv və dolğun məlumatlanması naminə gecə-gündüz çalışan qələm və söz sahiblərinin peşə bayramını qeyd edirik. 1875-ci ilin iyulun 22-sində böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdiyi Əkinçi qəzeti ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatı bugün müasir inkişaf mərhələsinə qədəm qoyaraq dövlətçiliyimizin, milli məqamlarımızın və həqiqətlərimizin dünyaya çatdırılmasında əhəmiyyətli missiya yerinə yetirir. Bugün bu gözəl məkanı, necə deyərlər, bu gözəl şəraitdə yaratdığımız üçün ilk öncə gəlin Day to Day restoranının rəhbərliyi və idarə heyətimizdən təşəkkürümüzü bildirək ki, bu gözəl gündə qapılarını bizə açıb. Əziz dəyərli olanlar, təbii ki, bugün ən gözəl bir gündür. Medianın bayramıdır, jurnalistlərimizin bayramıdır, yazarlarımızın bayramıdır. Jurnalist tək xəbər yazmır, jurnalist həm də həqiqətin şahidləridir. Döyüş bölgələrində belə ən təhlükəli anlarda özlərini risk edərək canlarını odun alovun içərisinə atırlar və onlar tarix yazmasalar da tarixi hər zaman dünyaya çatdırırlar. Bizim dünyasını dəyişmiş belə jurnalistlərimizlə yadda qalan tarix yazmasıyla yenə bütün kadrlarıyla hər zaman dünyaya Xocalı hadisələrini nəşr edən Şirin Mustafayev, Salih Əsgərova jurnalistlərimiz var. Onların da ruhları şad olsun. Mən belə düşünürəm bu günləri, bu gözəl tədbiri Media Inform TV-nin rəhbəri Bəylər müəllimə sizə təşəkkür edirəm. Bu gözəl tədbiri təşkil etdiyiniz üçün, istəyərdik məclisin başlaması üçün, tədbirimizin başlaması üçün ilk olaraq gəlin sözü sizə verək, bizim qonaqlarımızı salamlayın və verək sözlərinizi deyim. Çox sağ olun, Mehriban xanım. Təşəkkürümü bildirirəm mənə söz verdiyiniz üçün. Hörmətli Media Inform ailəsi, hörmətli həmkarlarımız, bildiyiniz kimi bugün 22 iyul Milli Mətbuat Bayramı günüdür, yəni jurnalistlərimizin günüdür. Bu münasibətlə bütün jurnalistlərimizə can sağlığı arzu edirəm, qələmləri iti olsun, yaradıcılıqları tükənməz olsun. Yəni, bildiyiniz kimi mətbuat, media 4-cü hakimiyyət gedir. Bunu bütün həmkarlar, bütün jurnalistlərimiz bilir. Həmişə ölkə prezidenti Cənab İlham Əliyevin indiyə qədər çalışdığımız olur ki, etimadını doğrultmuşuq və etimadını da doğruldacaq. Bir daha bayramımız mübarək olsun. Çox mübarək bayramımız. Bu qədər. Siz təbii ki, siz də az əziyyət çəkməmisiniz bu fəaliyyətdə. Mən sizi birliklərlə tanıyıram. Hər televiziyada, jurnalist fəaliyyətində uğurlarınız olun. Nə qədər çətinliklərə, bəlkə boşa düşmüşük, oradan çıxmışıq da, amma həqiqətən deyiləndə özümüz vətənimizi, dövlətçimizi hər zaman qorumuşuq, bayrağımızı həmişə təmsil eləmişik hər bir yerdə. Sizə də təşəkkür etdik ki, bu kiçik bir məclis, yəni böyük bir ürəkdir. Yəni burada sizin saydığınız dostlarınız iştirak edir. Yəqin ki, onlarda ürək sözlər olacaq. Və mən burada ilk olaraq Bəylər müəllimdən sonra bizim həm şəhid bacısı, həm də Qazi anası bu yaxınlarda dünyasını dəyişib, Xəyalə xanım Aydın qızı iştirak edir. O da özünün hər zaman əməyi ilə, mən istəyərdim sizin də yanınızda olur. Biz Xəyalə xanım da təqdim edək, ürək sözlərini desin. O hər zaman qazilərimizin, şəhid ailələrinin yanında olub, xeyriyyət işlərinin həmişə tək Azərbaycanda deyil, Türkiyə mediasında da, Türkiyədə də böyük təşkilatçılıq edibdir, jurnalist olaraq. Onun da böyük əməyi var. Xəyalə xanım Aydın qızı, sizi səhnəyə dəvət edirəm, xahiş edirəm, gəlin. Gəlin almışlayaq Xəyalə xanıma. Onu da qeyd edim ki, biz 6 ildən yuxarıdır ki, şəhidlər haqqında sənədli filmlər çəkirik və bu sənədli filmlərimiz bizim həmişə də davamlı olacaq, inşallah çəkirik. Hələlikdə 2 dənə şəhidimizdə işi var. Bir ay yarıma inşallah onu da bitirəcək, ictimaiyyətə biz təqdim edəcək.
İndi isə sözü verir Xəyal. Bəli, Xəyal xanım, yaxınlaşın zəhmət olmasa. Yəni bugün bu ağır vaxtlarda, yəni siz çox sağ olun ki, bizim necə deyirlər, təklifimizi, dəvətimizi yəni qəbul edib gəldiniz. Sizə də təşəkkür edirəm. Bugün ürək sözləriniz. Çox sağ olun Mehriban xanım. Allah razı olsun sizdən. Beylər müəllim, bir söz vurguladınız. Bayramınız da mübarək olsun. Burada jurnalist, mən prezident təqaüdçüsü və illərini bu yolda verən Əlvahid müəllim və burada oturan kifayət qədər sağlığını, həyatını bu yolda yaşlaşan bizim qürurlu, bizim cəfakeş, zəhmətkeş media nümayəndələri var burada. Mən hər birini salamlayıram və uzun illər bizim cənab prezidentimiz çox mücadilələr göstərdi. 30 il dünyaya səs saldı. O sülh məramı kimsə, yəni imza ata bilmədilər. Amma o imzanı bizim şəhidlərimiz, qazilərimiz öz silahı ilə yazdı. Və görünməmiş bir hadisə oldu ki, monitor arxası bu qələbəni qazandıq. Dünyada görünməmiş bir və əxlaqlı bir müharibə nümayiş etdirdik. Əxlaqlı müharibə nə deməkdir? Mən xarici ölkələrdə də təqdim edəndə, Azərbaycanı təbliğ edəndə deyirəm ki, yəni bütün müharibələrdən çıxış edirlər, danışırlar, söhbət edirlər və məndən intervyu götürəndə söyləyirlər ki, sizin müharibə 44 gün ərzində ən qısa vaxtda nədən bitdi? Hələ Ukrayna davam edir və mən cavabımda söylürəm ki, bizim əxlaqlı bir müharibə nümayiş etdirdi Azərbaycan xalqı. Əxlaqlı nə demək? Və burada qadınlara, xanımlara, sivillərə toxunulmasın dedi bizim cənab prezidentimiz. Biz müharibəmizi də çox ideal şəkildə həyata keçirdik və sonda ən qısa müddətdə qalib gəldik. Və mən arzulayıram ki, hər bir işinizdə burada oturan jurnalistlər sonunda qalib gəlsinlər. Hər bir yazısında, layihəsində, ümumilikdə götürəndə biz qalib ölkəyik və qalibiyyəti də ilk öncə cəmiyyətə, ictimaiyyətə, xalqa, bütün dünyaya çatdıran məhz siz yaşınızı kifayət qədər bu yolda xərcləyən jurnalistlərsiniz və mən sizi ürəkdən təbrik edirəm. Beylər, çox sağ olun. Çok güzel ve sözler dediniz. Biz hepimiz çok sevdik. Her ikilerinden çok düz sözler de vardı ama bizim bugün çok genç jurnalistlerimiz var ki hakikaten de çok güzel çalışırlar. Dünyaya, Azerbaycan bu yaxınlarda media forumu keçirildi. Bütün dünya Azerbaycan'ı tanıdı, Azerbaycan jurnalistlerini tanıdı ve hakikaten de artık Azerbaycan dünyada bir növbədir. Bunun üçün kimə təşəkkür etməliyik? Təbii ki, Ali Baş Komandan Cənab Prezident İlham Əliyev və onun təşəkküsü ilə biz dünyada hər yerdə alnı açığımızı alır. Hər kəs Azərbaycanlı dedikdə fəxrlə qarşılayır. Yəni bir Azərbaycanlı olaraq hər birimiz fəxr edirik həqiqətən də. Və bugün məclisimizdə çox dəyərli bir qonağımız var, Əlvahid Çaylı. Sizi dəvət edirəm, siz də bir ürək sözlərinizi deyin. Buyurun Əlvahid müəllim. Sağ ol Mehriban xanım. Bugünkü gün müqəddəs bir gündür. 22 iyun doğrudan da özünə məxsus şəkildə sayılıb seçilən günlərdən biridir. Gəlin bugünkü günü alqışlayalım. Çünki hər bir insanın mən bir aşırıqlar dost kimi, Azərbaycan Jurnalistlər Birliyi üzvü kimi, Azərbaycan Yazıçılar Birliyi üzvü kimi, prezident mükafatçısı kimi, həqiqi mənada mən bəylər imamının zəhmətini həmişə üstün tutmuşam və onu səmimi qəlbdən bir daha bugünkü gün münasibəti ilə təbrik edirəm. Gəlin almış göndərələm. Çünki məclisin ən axarlı, baharlı çağı
həmişə ürəkdən gələn sevinç alqışa çevrilir. Qaldı ki, Həsən bəy Zərdabi haqqında, Əkinçi qəzetimiz haqqında, o dövrün özünə məxsus şəkildə həm ziyalılarının, həm alimlərinin, həm qələm əhlilərinin biruza çıxmağı üçün Əkinçi qəzeti böyük fəaliyyət göstərir. O cümlədən Mirzə Cəlil, həqiqi mənada onların bugünkü gün üçün qoyduğu irs heç vaxtı bizim yadımızdan çıxa bilməz. Çünki mən yazdım ki, günahı görmürəm aydığa səndə, it qudurar, yalı artıq düşəndə. Mən azan görmüşəm dumanda, çəndə, sən isə azmısan gün görünəndə. Topxana meşəsinin başlanması 88-ci il günəşli bir gün idi. Bu hadisə bizim başımıza illərlə, əsrlərlə gəlir. Ancaq 88-ci il Sovet hakimiyyətinin Qızıl Ordusunun bir çağında Topxana meşəsinin qırılması, oradakı törədilən Ağdam vilayətində, əyalətindəki olan o iki gəncin ölümü gətirdi, bugünkü günə çıxartdı bizi. Günahı görmürəm aydığa səndə, it qudurar, yalı artıq düşəndə. Bəli, biz onları həmişə yedizdirmişik, içizdirmişik, yal artıq olanda it sahibini tutur. Göz dikmirsən Qarabağın saf suyuna, havasına, gözün çıxar baxsan əgər Koroğullar yuvasına. Andranik çox çalışdı, dərə keçib dağlar aşar, qulağını kəsib paşa, dedi küçük, ged yaşa. İbrət dərsi olmadı mı babanızın tək qulağı? İndi necə başa salım sizin kim bir ulağı? Əslin kökün kimdir sənin? Soğan sarımsaqdır dənin. Haçandan olub aydığa Qarabağ sənin vətənin. Gələr gedər bu dövrandır, bugün tökülənsən nəhaq qandır. Anan səndən niyə dandır? Çün əslin kökün manqurtdandır. Allah rəhmət eylesin Çingiz Aytmatova, manqurt kəlamın klassik ədəbiyyatı gətirdi. Biz də onu öz poeziyamıza saldıq. Odur ki, bugünkü gün həqiqi mənada öz axarlı, baxarlı çağı ilə biz jurnalistlər ordusuyuz. Bu ordu elə belə ordu deyil. Bu qeyri-iradi ordudur. 91-ci ildən başlayan 90-cı ildən başlayan bizim köçkünlərimiz bizdəki olan səbir Allah prezidentimizə, ulu öndərimizə qəni rəhmət eylesin. Çünki ulu öndərin Azərbaycan əsəri yazdığı bu şah əsər həqiqi mənada bu gün öz bəhrəsini verir. Bugünkü gün tarixə yazması gündür. Çünki İsveçrədən, Romadan, Fransadan, Almaniyadan, Amerika Birləşmiş Ştatlarından üzvləri səfərləri ilə həmişə diqqət mərkəzində olan ulu öndərimiz Heydər Əliyev. Allah onu ruhu şad eləsin. Bu günləri dövrün elə bir acınacaqlı vaxtıdır ki, həqiqi mənada o 44 günlük müharibə bizim namusumuzu, qeyrətimizi, ardımızı hamısını cəmləyib bir yerə topladı ki, bəli, biz Azərbaycançılığımızı sübut edirək, həqiqi mənada biz bir Azərbaycan xalqı kimi pühtələşib olmalaşdıq. Var olasınız, həqiqi mənada, mən sizi xəyal axımım. Bayaqlar çıxışınızda siz bir şahid bacısı kimi, Mehriban xanım bir şahid bacısı kimi, o sizin qardaşınız deyil, o elə bizim qardaşlarımızdır. Allah qənim elə onlara rəhmət eləsin. Bəylər müəllim həqiqi mənada atdığı addımlar informda, media informda öz dəsti xətti var. Bəylər müəllimin mən məkanında, Saatlı rayonunda 2016-cı ildə, 2018-ci ildə belə tədbirlərin çox olur. Biz Saatlı rayon şəhid kompleksini ziyarət eləmişik.
və icra nümayəndələrinin iştirakı ilə Bəylər müəllimin öz dəsti xətti var. Bəylər müəllimin yazıları, sujetləri, onun ərsəyə gətirdiyi Azərbaycan balalarına təqdim elədiyi və o harada ağrı, acı olan yerə özünü birinci çatdıran bizim doğrudan da media informun rəhbəri Bəylər İmamlıdır. Var olasınız, mən hamınızı bugünkü gün münasibətinə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür və qətiyyətli olmağınızı, qələminizin güclü olmağını arzulayıram. Deyir, söz nə sənindir, nə mənim. Sözü bacarıb yerində işlədənindir. Sözün quş kimi qanadı var incə. Söz olmasa nəyə lazımdır düşüncə? Gəlin düşüncəli bir şəkildə hamınızı təbrik edin. Var olasınız. Sağ olun, teşekkür ederim. Allah size var eləsin. Can sağlığı arzulayıram sizə. Sağ olun, teşekkür ederim. Bizim gözəl qonaqlarımız, bizim hamının sevdiyi musiqiləriyle, səsiyle İlhamə xanım bura gəlib dəvət eləmişik. Dəvətimizi necə də qəbul edib gəldiyi üçün təşəkkür edirik sizə. Çünki İlhamə xanım bugün çox tədbirlərdə dəvətli olub, amma tək bizi seçdi. Ona görə də həqiqətən də təşəkkür edirik. Gözəl musiqilərini birazdan hər birinizi tezliyə edəcək. Və burada illərlə Bəylər müəllimin Media Info TV-nin yanında olan şöbə müdiri Elxan Cahangirov da var. Biz gəlin ona da sözümüzü verək. Dəyərli dostlar, təbii ki, ürək sözlərimizi dinləyəndən sonra çox maraqlı tədbiriniz olacaq. Hamınız şənlənəcəksiniz musiqilərlə. Nə deyim, yəni bugün sizin gününüzdür. Siz ürək sözləriniz, hər biriniz kim istəsə də yana gəlib mikrofon qarşısında deyə bilər. Buyurun, buyurun Elxan hanım, xoş gəlmişsiniz. Sizin ürək sözlərinizi eşitdik. Sağ olun Mehriban xanım. 22 iyul Milli Mətbuat Günüdür. Bu ilk öncə mətbuata bunu Həsən bəy Zərdabi ölkəyə bunu yaymışdır. Deməli 1991-ci ildə Milli Mətbuat Günü Azərbaycanda qeyd olunmuşdur. Bunun əsasını 1875-ci ildə 1887-ci ilə qədər Həsən bəy Zərdabi tərəfindən Əkinci qəzetində qeyd olunmuşdur. Mən bu gün münasibəti ilə bütün mətbuat işçilərini təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Bilirsiniz, mətbuat həm şərəflidir, həm də eyni zamanda məsuliyyətlidir. Ona görə hər bir zaman, hər hansı bir məsələnin həllini, onu dürüst və dəqiq yerində həll olunmalıdır. Həmişə hörmətli cənab prezidentimiz deyirdi, mənə çatdırılmayan bəzi məsələləri yalnız mən mətbuatdan işləyirəm. Ona görə də mən hər birinizdən xahiş edirəm, həmişə yazdığınız məlumatı dürüst, dəqiq, lazım yerlərə çatdırarsınız. İşlərinizdə müvəffəqiyyətə razı edirəm. Bir daha bu bayramınızı təbrik edirəm. Sağ olun. Siz sağ olun, teşekkür ederiz. Değerli dostlar, isterdim ki biz gəlin bir musiqi sıralarında İlhamə xanımın dəvət edək və musiqi işlək. Sonra yenə də məclisimiz davam edəcək. Kimi ürək sözlərdən dəvət edəcək. İlhamə xanım, xoş gəlmişsiniz, değerli xanım, sevilen
yüzden unutamadım. Acılar kalpte dururmuş, bu nasıl yürektir anlamadım. İkimiz kavga ederdik, birimiz hep susuverdi. Bırakıp gitmeyi denedik, seni yüreğimden çıkaramadım. Kapattım adalara, kendim yaşadım. Yüzünü zamansız yüreğim sakladı yaşını, seni yüreğimden çıkaramadım. Seni de bu yüzden unutamadım. Sırdaşım olmuş tükenip gitti hayatım, acılar kalpte dururmuş, bu nasıl yürektir anlamadım. Geceler sırdaşım olmuş tükenip gitti hayatım, acılar kalpte dururmuş, bu nasıl yürektir anlamadım. İkimiz kavga ederdik, birimiz hep susuverdi. Bırakıp gitmeyi denedik, seni yüreğimden çıkaramadım. Kapattım adalara, kendim yaşadım. Yüzünü
çıkaramadım. Seni de bu yüzden unutamadım. Çok sağ olun. Teşekkür ederim ben de size. İnşallah nefis alabildik. Bir neçə musiqilərimiz de var. Bugün İlham Hanım bizim en güzel qonaqlarımızdan biridir. Çünkü meclis boyunca musiqilərdən hər birinizi sevindirəcək və şənləndirəcək. Değerli qonaqlar, bugün bizim içərimizdə elə belə deyək, Media Info TV'nin xüsusi müxbiri var, Cəfər müəllim. Onun da böyük əməyi var və Cəfər müəllim sizin bugün Mətbuat bayramınızı mən ürəkdən təbrik edirəm və söz sahibi sizsiniz. Buyurun gəlin. Hoş gəldiniz. Zaten təbrik sizindir, amma mən sizə hoş gəldiniz deyirəm. Vallahi ben indi burada bildim ki siz her şey şehit bacısınız. Allah şehitlerimizin hamısına qəni-qəni rəhmət eləsin. Sizinkilərdən birləşdirin. Bir daha hörmətli qonaqlar, hörmətli həmkarlar, sizin hər birisindən də salamlayıram. Bəylər müəllim başda olmaqla, sizin hər birinizə bu peşə bayram münasibətilə təbrik edirəm. Sizin hər birinizə uzun ömür, can sağlarsın. Həyatda en güzel nimət insanın uğurlarının birincisi ailə sahibidir. Mən istəyərəm ki, sizin bu xoşbəxtçiliyiniz ailədən başlasın. Bütün ailəniz xoşbəxtdirsə, mən inanıram ki, işimiz də xoşbəxt olacaq, dövlətimiz də xoşbəxt olacaq. Odur ki, mən sizin hər birinizə bolluca xoşbəxtliyi arzulayıram. Arz edirəm, gələn il bu vaxtda illər boyu Hacı başda olmaqla, Bəylər müəllim başda olmaqla, Əlvahid müəllim başda olmaqla bütün qonaqlarımızı bir daha salamlayaraq, onları həmişə bizim məclisimizin başında görmək istəyərdim. Var olun, öpürəm sizi, bir daha bayramınız mübarək olsun. Teşekkür ederim, çok sağ olun. Değerli qonaqlar, yine deyirəm, məclis sizindir. Burada hər kimsə söyləyək sözü varsa yaxınlaşa bilər. Mən biraz öz fəaliyyətimlə danışım. Mən Mehriban Bəylə qızı, oxu məni fəaliyyətimə. Allah rəhmət eləsin, tərəqqi orden medalı alan bizim tərəfindən Natiq Qocayev. Allah onun o dünyasını versin, ruhu şad olsun. Mən onun yetirməsi oldum. Sonra bir çox televiziyalarda biz davamlı olaraq çalışdıq və Bəylər müəllimi də elə mən gözəl bir veriliş hazırlayırdım, yolumuz verilişi. O yolumuz verilişində Sahatlı rayonuna çəkilişə gedəndə orada tanış olduq. Bəylər müəllimlə tanışdığımız elə o Sahatlı rayonunda orada başladı və orada yer axtarırdı. Vay Allah, mən harada çəkim bu verilişi, kimdən çəkim ki maraqlı olub. Dedilər, burada bizim jurnalistimiz var Sahatlı rayonunun. Dedim, burada oturur. Dedilər, yox, Bakıda oturur, amma buradadır. Bir çətinliklə ona gəldim, artıq tanış olduq və gözəl bir məkan, gözəl bir həyət evi vardı onun, gözəl, necə deyərlər, ailəsi bizi qonaq dəvət elədi, gözəl bir süfraşdı. Həmişə qonaqlı qaralı olub Bəylər müəllimin evi, həqiqətən də sizə böyük hörmətim var. İllər keçdi, mən artıq Türkiyə mediasına getdim, ikinci tur seçimlərində Cənab Tayyip Erdoğan
balkonuna qədər çıxıb Azərbaycan bayrağını qaldıran jurnalist mən oldum. Düzdür, bütün Türk mediası, TRT Avaz, bütün hamısı TRT TV, NTV, CBC, hamısı məndən müsahibə aldılar. Amma Azərbaycan mediasında bir dənə Lentaz məni işıqlandırdı və mən hətta orada Tempo TV-də qonaq oldum, qəzetəçilərə gündəmdə verişində. Bayrağımız da onun üstünə görmədim və bu TikTok sosial şəbəkələrdə var və mən verişi davam etmədim. Rəhbərlikdən canlı efir idi, dedim ki, hanı bu masanın üzərində Azərbaycan bayrağı? Bayraq gəldi və mən ondan sonra verilişi davam etdirdim. Yəni belə bir Azərbaycanımızı, dövlətçiliyimizi qoruyan bir jurnalistin, yəni tək mən yox, mən öz simamda, öz adında bütün Azərbaycanımızın təmsil edirdim. Və mən fəxrlə orada Azərbaycanına gələndə, amma düzdür, məni yenə deyirəm, bir çox verilişlərə dəvət etməsələr də, amma mən hər yanda bundan fəxr edirəm. Çünki mənim Bəylər müəllim kimi və onun timsalında çox gözəl dostlarım var. İllərlə mən hələ Xəzər televiziyasında Anar Nəcəfliyə nə qədər mən xəbərlər ötürən jurnalist idim. Keçmiş yəni bizim ANS televiziyasında belə çalışdım, nə qədər əməkdaşlıq etdim, ictimai kanal orada da çalışdım, çox verilişlərdə, amma hal-hazırda Türkiyənin Azərbaycan təmsilçisi olsam da bugün bu BTV xəbər informasiyası açıldı artıq bir ildir Azərbaycanda və mən orada ictimai əlaqələr şöbə müdürüyəm və bugün də məni elə anidən olaraq Bəylər müəllim dəvət etdi. Mən hazırlıqsız gəlsəm də elə bilirəm ki, ötəsindən gələ bilirəm. Belə düşünək. Və mənim özüm də bir zəfərdən danışdıq, şəhidlərimizdən danışdıq, düşmənlərimizi, necə deyirəm, onların haqsızlıqlarından hamımız danışdıq. Bir dəfə o zaman Zəfərə aid bir şeir yazdım və onu Türkiyədə montaj elədilər və onu Türkiyədə klip çəkdilər. İstəyərdim, əgər istəsəniz siz yemək yiyəyə, mən o şeiri səsləndirərdim, əgər siz icazənizlə. Bir dənə o musiqi ilə istəyərdik bizim burada aranjmanımız. Cəmiyyət Qarabağ'ın çəkməsən gözünü, olub gözünüzü tökərik. Biz şükür bağışla verməsən gözünü, boynunu, belini bükərik. Sənə yarımır öz gelin, oban, nə qədər danışırız dünyaya yalan. Yadından çıxıb durulaxsın baba, yalan dillərimiz kəsilər axı. Qoyun bir tərəfə yersiz tələbi, əgər istəsəniz yenidən hərbi. Qızlar əcər olar, oğlanlar nəbi, bizim öz-özünə yüklərə. Türkün oğulları qapsaya, o qurtarmaq çəkmir ölümünə yaxın. Ağır kəsin, göz baxa-baxa, nə qədər böhtanlar deyilər baxın. İllərdən vaxt verir sizə bu qədər. Bizim gücümüzü bilmirdiniz məyər? Çox güzək etmişik, ta bəsdir, yetər, erməni hörməti nə bilər axı? Qədimdən qədimdir Şuşanın yaşı, alınmaz qaladır torpağı, daşı, orada çox əzmişik düşmənin başın, məndə üstün gəlməz gədalaraq. Laçın dağ-budarlı, uca zirvədə, sıldırım qayalar bölübdü səbdə, səbrimiz tükənib çatarsa həbdə, düşmənin ordusu gəbərərək. Niyə gəlmirsiniz haqqın yoluna? Çevrilmişsiniz dövlətlərin qoluna. Əgər son qoymasaz çirkin oyuna, bütün Ermənistan bölünür. Qüdrətlidir, müzəffərdir ordumuz. Zəngəzura, Göyçəli yolumuz. Xocalı, Xankəndi, doğma yurdumuz. Bilirdiniz, bizimdir o yerlər axı. Ordumun, ülkəmin məğrur rəhbəri bəxş etdi bu xalqa böyük zəfəri. Ali baş komandan verərsə əmri, bəllidir ki, Azərbaycan əskəri sizi yer üzündən silərlər axı, dəmir yumruq ilə əzərlər axı. Dəmir yumruq var. İstəyər bir musiqiyə yol verək. İlhanə xanım, söz sizindir. Gəlin gözəl musiqilərimizlə qonaqlarımızla dincəlsinlər. Çünki sizi çox sevirlər və hər zaman burada bir çox dostlarımız var ki, sizi çox yaxından görmək istəyirlər, arzularını çatdılar. Ben ısrar çözdüm, sana bu şehri yazdım, sana bu şehri yazdım. Gülüm gülüm gülüm, beni bana gülüm gülüm, canım gülüm gülüm, gülüm gülüm gülüm. Ay canım.
qəhrəmanlıq sənnaməsi yazan bizim çox dəyərli, çox igid, şəhidlərimizin şahidi, Azərbaycan xalqının fəxri, mən belə deyərdim. Çünki o Qarabağ torpağında bir igidlik göstərən, bir qəhrəmanlıq sənnaməsi yazan, Saatlı rayon icra hakimiyyəti aparatının məhsul işçisi Qazi Mürsəlov Fərhad Əlizadə oğluna bura dəvət edirəm. Böyük alqışlarınızla çabuk büyü, çabuk yetiş tez ol. Akşamınız xeyir olsun. İlk öncə bütün burada əyləşib əziyyəti, zəhməti keçən şəxsləri Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Həmçinin icra başçımız Elmir müəllimin təbriklərini çatdırıram. Mən onun qəbulunda oldum. Ancaq bu məsələ ilə qədər ki, mən bu tədbirə dəvət ediblər. O da şəxsən Bəylər müəllim bildirdi ki, Bəylər müəllim digər rayonları deyə bilmərəm, Saatlının problemlərinin üzə çıxarılmasında, kimlərəsə yardım olunmasında, hüquqi cəhətdən, hər cür cəhətdən Bəylər müəllimin özünün və kollektivinin rolu böyüdür. Yəni, həmin şəxs dəvət edibsə, o tədbirdə iştirak eləmək mütləqdir. Salamlarını çatdırdı və sizə gələcək işlərinizdə uğurlar arzuladı. Bütün bugün doğrudan da gözəl gündür. Azərbaycanda mətbuat işçilərinin borcu odur ki, xalqın içərisində olan problemləri ictimaiyyətə çatdırsınlar, sosial şəbəkələrdə yazsınlar. Yəni, hamı bilir ki, problemlərin üzə çıxarılmasında savadlı kütlə var, savadsız kütlə var. Kiminsə əli harasa çatır, kimsə kimdənsə nəsə umur, ümid gözləyir. Siz mətbuat işçiləri həmişə bu ümid olmuşsunuz. Siz onların həmişə problemlərin üzə çıxarılmaqda, həll olunmasında çox gözəl köməkliklər göstərmişsiniz. Buna görə də öz adımdan ayrıca sizə təşəkkür edirəm. O ki qaldı bizim 2020-ci il vətən müharibəmizdə iştirakımız və qələbəmiz. Doğrudan da dünya səviyyəsində axır 200 ildə, 300 ildə siz bilirsiniz ki, heç bir xalq, heç bir dövlət öz torpağını, işğal olunmuş torpağını geri qaytara bilmir. Yeganə millətik ki, dövlətik ki, biz bu torpaqlarımızı geri qaytardıq. Bütün Azərbaycan xalqının iştirakı ilə. Əlbəttə ki, başda bizim Ali Başkomandan İlham Əliyev olmaqla. Allah bizim xalqımızı qorusun. Allah bütün əziyyəti çəkənlərin əziyyətini itirməsin və min əvəzini versin. Allah sizlərə də ömür versin, sizə uğurlar arzulayıram. Çox sağ olun. Bir dəqiqə qarşınız. Media İnform kanalının rəhbərliyi tərəfindən sizə fəxri diplom təqdim olunacaq. Bəylər müəllim, zəhmət olmasa. Mürsəlov Fərhad Əlizadə oğlu Qazi Media İnform onlayn televiziyasının rəhbərliyi tərəfindən Milli Mətbuat Günü münasibəti ilə fəxri diplomla təbrik olunur. Təbrik edirəm. Təbrik edirəm. Yaşasın
Yine bak